Hər kəsə salam. Deyim 20 variant sınaq imtahanından 4-cü qrup sınaq nömrə 14-ün izahına baxırıq. Demək, birinci sualda. N-in M-ə olan nisbəti 2-yə bərabərdir və duz verilib metal N, YOX-dən M. Və göstərilir ki, Y qeyri-metaldır. İyon rabitələri bütün rabitələrin 25%-ni təşkil edirsə, N, M və X-i tapın. Buradan N bərabər olur 2M. Gətirib biz burada N-in qiymətini yerinə yazsaq, 2M, YOX, M şəklində. Buradan da M-lər gedəcək ixtisara, qalacaq metal 2, YOX. Yəni, burada metalın indeksində olan rəqəm 2-yə bərabər imiş. N bərabərdir 2. Onda buradan yerinə yazsaq, 2 bölü M bərabər 2, M də bərabər olacaq 1-ə. Bunları tapdıq. İndi bizə deyir ki, iyon rabitələri bütün rabitələrin 25%-ni təşkil edir. İyon rabitəni tapanda metalın valentini indeksinə vurmalıyıq. Və metalın valenti turşu qalğının sayına bərabər olur. Turşu qalğımız 1 dənədir. Demək, metalın valenti də 1-ə bərabərdir. Buradan da iyon rabitə bərabərdir. Metalın valentini vuruq indeksinə, yəni 2. İndi iyon rabitələri, yəni 2. Ümumi rabitələrin, indi bilmirik nə qədər ümumi rabitə var. Tutaq ki, bir A yazaq. 25%-ni təşkil edir. Vururuq 100-ə, bərabər edir 25-ə. 25 A bərabərdir 200-ə. 200-ü də bölsək 25-ə. A bərabər olacaq 8. Biz tapdıq ki, ümumi rabitələr 8-dir. Duzlarda biz ümumi rabitəni tapanda metalın valentini vururuq indeksinə. 2 vur X. 2X bərabərdir. Ümumi rabitə tapdıq ki, 8-ə bərabərdir. Buradan da X bərabər olur 4-ə. N2, M1, X-də 4 olacaq Y variantı. Sonra ikinci sual. NO2, O2. Demək, NO2, O2 orada X olur, su. Oradan alınır nitrat turşusu. Y olur nitrat turşusu. Nitrat turşusu da amonyakla reaksiya daxil olan zaman oradan alınır amonyum nitrat. Və o da parçalanan zaman alınır N2O və su. X sudursa, onda qalan T, N2O olur. İndi bizə deyir, oksidləri müəyyən edin. Oksidlər sudur və N2O-dur. Olacaq XT, B variantı. Sonra 3. Alkan molekulunda. CnH2 plus 2. Molekulunda neytron sayı A, proton sayı A plus 14. Demək, 12, 6, 1, 1. Neytron sayıdır. Neytron işarələyib A ilə. Neytron tapanda kütlədən çıxırıq proton sayını. 12-dən çıxdıq 6 eləyir 6. İndeksinə də vururuq 6. Hidrogen isə 1-dən 1 çıxdıq qalır 0. Yəni hidrogenin neytronu 0-a bərabərdir. Proton sayısı A plus 14-dən işarə olunub. Karbonun proton sayını vururuq indeksinə 6. Hidrogen də protonu 1-dir. Onu vururuq 2 plus 2. Buradan alırıq 8n plus 2. İndi A-nın bu qiymətini gətirib burada yerinə yazsaq. 6n plus 14 bərabərdir 8n plus 2. Buradan da n bərabər olacaq 6-ya. Demək, sonra bizdən nə istəyir? Alkanın molekulunda 1,4-lü karbon atomu var və onu səmərli üsulla adlandırmalıyıq. 1,4-lü karbonu varsa belə yerləşdirək. Və cəmidə 6 karbon olmalıdırsa, belə yaza bilərik. Bu karbon 4-lüdür, çünki 4 dənə karbonun əlaqəlidir. İndi ən çox şaxə çıxan karbonu işarələyirik və ona metan kimi baxırıq. Burada hidrogenləri tamamlasaq, radikalları aydın şəkildə görəcək ki, bu hissədəki radikallar metil radikaldır. Metil radikalından 3 dənə də olur trimetil. Bu tərəfdə isə qalan C2H5, yəni etil radikaldır. Trimetil, etil. Sonda isə bu karbonun adını deyirik, yəni metan. Trimetil, etil, metan olacaq B variantı. Sonra 4-də. Etil formiat propan turşusu. Eylervin diaqramını tamamlamalıyıq. Etil formiat yazılır. H, COO, CH2, CH3, yəni mürəkkəb efirdir. Propan turşusu isə karbon turşusudur. Formada yazırıq.
Molekulunda karbon atomları 8 sp3 hibrid orbitalı var. Bu karbon sp2'dir. Bu 2 karbon sp3'dür. sp3 deyirsə 4, 8 dənə uyğun gəlir etil formiata. Propan turşusunda da baxsaq, sp3, bu sp2. Burada da 4, 8 dənə olur. Yəni bu birincisi hər ikisi üçün ortaq olan xüsusiyyətdir. Yəni uyğun gələcək üçüncü. Sonra molekulunda 10 polyar kovalent rabitə var. Polyar kovalent rabitə dedikdə hidrogenlərin sayı 1, 2, 3, 6 dənə burada. Bir də bunlarda 2, 3, 4 dənə də oksigendən karbon arası var. Eləyir 10. Bu tərəfdə də hidrogenlərin sayı 6, bir də karbonla oksigenin arasında olan 3 dənə. Elədi 9 dənə. 10 dənə uyğun gələcək propan etil formiata. Birinci. Natrium hidroksidlə reaksiya daxil olur. Həm karbon turşuları, həm də ki, mürəkkəb efirlər natrium hidroksidlə reaksiya daxil ola bilir. Molekulararası hidrogen rabitəsi yaranır. Bu olacaq, demək, propan turşusunda. 2, 4, 1, 3, C variantı. Sonra 5'də. Metan turşusu, etan turşusu. Metan turşusu, yəni qarışqa turşusu, HCOH. Etan turşusu da sirkə turşusu, CH3, COOH. Qarışıqda elementlərin kütləsi. İndi biz bilmirik bu qarışıqda neçə mol qarışqa turşusu, neçə molda sirkə turşusu var. Birini X, birini Y yazaq. Qarışıqda karbonun kütləsi 96 qramdır. Burada görürük 12X karbon, aşağıda isə 2 karbon, yəni 24Y. 96. Oksigenin kütləsi. 2 oksigen burada 32X. İkisi də burada 32Y. Bərabərdir 160. Bunu sadələşdirsək, hər tərəfə 32-yə bölsək. X plus Y bərabərdir 5-ə. X də bərabərdir 5 minus Y. X'in bu qiymətini gətirib burada yerinə yazırıq. 12 vurulsun 5 minus Y plus 24Y bərabər 96. 60 minus 12Y plus 24Y bərabər 96. 12Y bərabərdir 36. Y də bərabər olacaq 3-ə. Y 3-dürsə, gətirib burada da yerinə yazsaq, X də bərabər olacaq 5 çıx 3, yəni 2. Yəni 2 mol qarışqa turşusu, 3 mol da sirkə turşusu var. İndi qarışığın gümüş peroksidi amoniyaklı məhlulu tam reaksiyasında neçə litr qaz alınır? Ümumiyyətlə karbon turşularından qarışqa turşusu və onun natrium kalium duzları gümüş peroksidlə oksidləşə bilir. Yəni bu reaksiyaya sirkə turşusu daxil olunur. Reaksiya tənliyini yazaq ilk olaraq. Bu ikini biz qarışıqdakı miqdarı deyə belə buradan yazaq. İlk olaraq reaksiyanı tamamlasaq alınır karbon qaz, gümüş və su. Əmsallaşdırsaq belə düzəlir. İndi 2 mol qarışqa turşusundan görək neçə litr qaz ayrılar? X litr. 1 molundan da 22,4 litr. X də bərabər olacaq 44,8-ə C variantı. 6-da. Demək, görürük ki, burada azot molekulu, yəni 4 dənə azotun 12 dənə elektron verir, gəlir X-ə. Amoniakda azotun oksidaşma dərəcəsi -3-dür. 4-ü vursaq -3 eləyir, -12 imiş. 12 dənə də elektron verib, yəni üzərinə gəlir. Eləyir 0. Yəni azot -3-dən gəlib 0-a, demək ki, burada alınır N2. İndi reaksiyanı tamamlayaq. NH3 plus O2 alınır N2 və su. Əmsallaşdırsaq 4, 2, 6, burada 3 düzəlir. X-in oksigenlə reaksiyası endotermikdir. X tapdıq ki, azotdur və azotun da oksigenlə reaksiyası endotermik reaksiyadır. Yəni birləşmə reaksiyası olmuş olsa da bu istisna reaksiya idi ki, birləşmə olsa da endotermikdir. Olacaq A variantı. Sonra 7. Etin. Yəni C2H2. Başqa da asetlin. Tam xlorlaşmasına sərf olunan xlorun həcmi, tam hidrogenləşməsinə sərf olunan hidrogenin həcmi.
Demək, ilk olaraq reaksiyaları yazırıq. Asetilin xlorla qarşılıqlı təsirdə olduqda. Demək, tam xlorlaşma deyirsə, hidrogenin sayı qədər əvəz etmə molekulundakı pir abidələrin sayı qədər də birləşmə reaksiyasına daxil olur. Yəni 2 pir abidəsi var. Cəmi edir 4 mol. Demək, 1 mol asetilin tam xlorlaşanda 4 mol xlorla reaksiya daxil olur. Götürülən etinin mol miqdarı N-dir. X mol xlorla reaksiyaya daxil olur. 1 mol isə 4 vur 22 onda 4. Buradan X bərabərdir 89 onda 6 N. Sonra davamında hidrogenləşməsi deyir. Tam alkana çevirmək üçün, yəni doymuş hala çevrilmək üçün da 2 mol hidrogenlə reaksiyaya daxil olur. N molu X minus 224, 1 mol isə 2 vur 22 onda 4, yəni 44 onda 8. Buradan 44 onda 8 N bərabərdir X minus 224. X'in bu qiymətini gətirib yerinə yazsaq, 44 onda 8 N bərabərdir 89 onda 6 N çıxılsın 224. Buradan da N'i hesablayaq. N bərabər olur 5-ə. Y variantı 7-dir. Sonra 8. Metanol hidrogenlə reduksiya olunur. Yəni qarışıq aldehid. Bu zaman alınır metil spirt. Sonra oksidləşir, çevrilir qarışqa turşusuna. Sonra alınan bu qarışqa turşusu sulfat turşusu iştirakında qızdırıldıqda su çıxır və burada CO ayrılır. Demək, bu X-dir, bu Y-dir. Bu isə Z-dir. Sonra bu CO-nun üzərinə X gəlinir, yəni CH3OH. Buradan da alınır CH3, COOH birləşmə reaksiyası gedir. İndi hansı maddələrin molekulunda 4 hidrogen atomu var? Bu da oldu T. Baxırıq, X-də 4 dənə hidrogen atomu var. Y-də 2 dənə. Z-də 0, T-də də 4 dənə. Olacaq XT A variantı. 9-da hansı reaksiyalarda X maddəsi hidrogendir? Birinci reaksiyada olacaq X su. İkincidə aldehidin reduksiyasına spirt alınır. Yəni reduksiya edən zaman onun üzərinə hidrogen gəlinir. Yəni hidrogenlə təsir göstərilir. 2 aiddir. Asetilin onun hidratlaşması, yəni X olur. Burada da su. Glikoza qıcqıran zaman buradan əgər yağ turşusu alınırsa, həmçinin karbon qazı və hidrogen də ayrılır. Yəni X olur hidrogen. 2, 4, 9-da B variantı. 10-da reaksiyanı yazırıq. Silisium dioksid fluorid turşusu ilə əmələ gəlir. Silisium 4 fluorid, 2 molekul su, 188 kJ istiliyə ayrılır. Götürülən H fluorun kütləsi M-dir. Silisium fluorid isə M+6. M-lərini yazaq. H fluor 20-dir, əmsalını da vururuq 80. Silisium fluor 4-ün də M-lərini hesablasaq, 19-u vurub 4-ə, üzərinə 28 gəlir, 104. Tənasüblə həll edirik. 104 M bərabərdir 80 M plus 480. 104-dən 80 çıxsa 480. M də bərabər olacaq 20-yə. İndi bizdən soruşur ki, neçə kilojol istiliyi ayrılar. M oldu H fluorun kütləsi. İndi M-ə əsasən gedək. 20 qram H fluor reaksiyaya daxil olanda nə qədər istilik ayrılar? X. H fluorun M-ləri 20-də, əmsalı da var 4. Bu zamanda 188 kilojol istilik ayrılır. 188-i bölsək 4-ə. X də bərabər olacaq 47-yə, onda D variantı. 11. X və Y-dən 2 qat superfosfat, X və Z-dən sadə superfosfat alınırsa, Z maddəsini müəyyən edin. Demək, 2 qat superfosfat alınır kalsium ortofosfatla. Ortofosfat turşusunun qarşılıqlı təsirindən. Yəni, bu olur X, hər ikisində olan kalsium ortofosfatdır. Çünki sadə superfosfatda kalsium ortofosfatla sulfat turşusunun təsirindən alınır. Bunlar olur X, bu olur Y. Bizdən Z istəyir. Z olacaq sulfat turşusu. 11-də C variantı. 12. Kükürdlə reaksiyaya daxil olan maddələr alınan maddədə kükürdün oksijeşmə dərəcəsi. Demək, dəmir kükürdlə reaksiyaya daxil olanda alınır ferium S2.
Burada kükürdün oksidaşma dərəcəsi olur -1. Flor kükürlə reaksiya daxil olanda alınır S-fluor-6. Burada kükürd olur -6. İndi A plus B, yəni A -1 plus B, B -6 plus C bərabərdir 8. Buradan C bərabərdir 3. Yəni kükürd hansı maddə ilə reaksiya daxil olsa, orada yox, burada nəysə səhv hesabladıq. Burada indi birbaşa kükürdlə dəmirin reaksiyasına ferum S alınır, onda A olur -2. Buradan da C bərabər olur 4'e. İndi kükürt hansı maddə ilə reaksiya daxil olsa, orada kükürdün oksidaşma dərəcəsi -4 olur. Hidrogenlə H2 əmələ gətirir, orada -2 olur. Natriumla natrium 2S olur, orada da -2. Xlorla S2 xlor 2 alınır, orada da -1 olur. Oksigenlə isə SO2 əmələ gətirir. Burada -2 olsa -4 olur. Olacaq 12'də D variantı. Sonra 13. Karbon və qat nitrat turşusunun qarşılıqlı təsir. Alınır karbon qazı, NO2 və su. Bunu əmsallaşdırmalıyıq. Karbon 0-dan gəlir karbon -4'ə. Azot 0-dan -4'ə, -5'dən -4'ə. Başqa dəyişən yoxdur. 4 elektron, 1 elektron yerlərini dəyişirik. 1'i yazırıq bura, 4'ü də yazacağıq bura. Sonra qalanlarını əmsallaşdırsaq, burada 4, burada 2, oksigenlər də düzəlir. İndi 6 qram karbon reaksiya daxil olarsa, reduksiya məhsulunun miqdarını hesablayın. Reduksiya məhsulu oksidləşdiricidən alınandır, yəni oksidaşma dərəcəsi azalanır. Azalan HNO3'dür, oksidləşdiricidə ondan alınan NO2 olur, reduksiya məhsulu. İndi 6 qram karbon reaksiya daxil olduqda neçə mol reduksiya məhsulu alınır? X. Bizdə görür ki, 1 mol karbonumuz var, o da 12 qramdır. Bu zamanda alınan reduksiya məhsulumuzun mol miqdarı 4'dür. Buradan da X bərabər olacaq 2'yə 13'də C variantı. Sonra 14. Nitratların parçalanması qrafiki verilmişdir. Burada yerinə qoyaraq yazırıq. Görürük ki, nitratımız 3'dən 1'ə gəlib. Yəni 2 mol sərf olunub. 2 mol nitratın parçalanmasından hansında görək 2,5 mol qaz qarışığı alınır. Başlasaq A variantda gümüşdən. Gümüş nitrat. Parçalanır, alınır gümüş, NO2, O2. 2 mol deyir. Burada qarşısını 2 atsam, burada 2 yazırım, burada 2. Oksigenlər. Görürük ki, 2 molundan qaz qarışığı deyirsə, NO2'nin oksigeni qaz qarışığı. 2 molundan 3 mol qaz qarışığı alınır. Bizə lazımdır 2 molundan 2,5 mol qaz qarışığı alınsın. Sonra mis-2 nitrat. Alınır mis-2 oksid, NO2 və oksigen. 2 mol götürüb bunu, onda azota 4. Oksigenlər sağda 12 dənədir. Solda 12 dənədir, sağda da 8, 10, 12 dənədir. Burada elə 2 moldan 5 mol qaz qarışığı alındı. Civə 2 nitrat. Parçalananda alınır civə, NO2 oksigen. Yəni bunu 2 mol götürürük. Azotu da 4 yazsaq. Oksigenlər də 2 dəfə 3, 6, 12 solda. Burada 2 yazırıq. Yəni burada 2 molundan 6 mol qaz qarışığı alındı. Lityum nitrat. Parçalanan zaman alınır lityum oksid, NO2 və O2. Əmsallaşdırsaq, indi buna görürük ki, 2 mol sərf olunduğuna ilə hamısının qarşısına 2 yazıb daha rahat şəkildə əmsallaşdırırıq. Burada 2 yazırıq, burada 2. İndi oksigenlər solda 6 dənə, sağda 2 dənəsi burada, 4'ü burada, 6. Burada lityum 2O. Bunu da buraya 2 yazmağa ehtiyac qalmır. Oksigenlər də solda 6'dır, sağda da. Burada gətirib 0,5 yazsaq düzəlir. Onda alınır buradan 2,5 mol qaz qarışığı. Yəni 2 moldan 2,5 mol qaz qarışığı alındı. Olacaq D variantı. Sonra 15. Xlor, flor, brom üçün ümumi olanları seçməliyik. Oksigenli turşusu var.
Fluorun oksigeni turşusu yoxdur. Reaksiyalarda yalnız oksidaşdırıcı xassəyə göstərən fluordur. 1, 3, 5, 7 valent olan xlor və bromdur. Su ilə reaksiyaya daxil olmaq hər üçünə aiddir. Qaz halında olan isə xlor və fluordur. Ona görə 15-də olacaq D variantı. 16. X, Y2, O4. Tərkibində X-in kütləsinin, oksigenin kütləsi. Burada görür ki, 64 qram oksigen var. 3-ün 8-ə olan nisbəti kimidir. Buradan X-i hesablayıb tapsaq, 64-ü vurub 3-ə bölərik 8-ə. X bərabərdir 24. MR-i də verib ki, 112-yə bərabərdir. İndi buradan biz MR-i hesablasaq. X-in kütləsi 24. Y-i bilmirik, amma indeksində vuranda 2Y yazaq. Oksigendə 64. Bərabərdir 112. Buradan da tapırıq ki, Y bərabər olur 12. İndi bizə deyir, Y-in nisbətini, oksigenin olan nisbətini tapın. Birləşmədə 2 dənə Y-imiz var. Yəni, Y-in ayrı 12-dir. 2-yə də vursaq 24. Oksigendə 64 qramdır. İxtisar eləsək, 8-ə bölsək, bu qalar 3, bu qalar 8. Belə olacaq 16-da C variantı. 17. Qələvi metallar. Kalium, natrium və litium. Oksigenlə reaksiyaya daxil olur. Kalium oksigenlə kalium O2. Natrium oksigenlə natrium peroksid, natrium 2O2 alınır. Litium isə oksid əmələ gətirir. İndi bunları əmsallaşdıraq həmçinin. İndi götürülən kaliumun kütləsi m qramdır. Bu zaman reaksiyaya görə neçə mol oksigen daxil olub? N1. 39-una isə 1 mol. Buradan N1 bərabərdir M böl 39-a. Sonra natrium M'dir. Burada da yenə N2 mol oksigen sərf olunur. 2-ni vururuq 23-ə. 46 qramına 1 mol. N2 bərabərdir M böl 46. Burada da yenə M-dən N3. Litium kütləsi 4-dür. 7-yə vursaq 28-ə də 1 mol. N3 bərabər olacaq M böl 28. Təbii ki, aldığım cavablar bunlardır. M-i biz 28-ə bölsək, yəni daha kiçik ədədə böləndə daha böyük qiymət alarıq. Yəni ən böyük olar N3, sonra N1, sonra da N2. Bu da olacaq C variantında. 18. Karbon, silisium. Karbon X-lə daxil olur reaksiyaya. Silisium isə Y-lə reaksiyaya daxil olur. Demək, oksigenlə reaksiyaya hər ikisi daxil ola bilir. Ona görə bunu çıxıram. Qatı nitrat turşusu ilə reaksiyaya karbon daxil olur. Amma silisium daxil olmur. Hidrogenlə reaksiyaya. Demək, bu X-ə aid olan hissələrdir. X-lə reaksiyaya karbon daxil oldu, silisium daxil olmadı. Hidrogenlə reaksiyaya karbon daxil ola bilir. Amma bu yazıb daxil olmur. Ona görə bunu da çıxırıq. Sonra kalsiumla reaksiyaya həm karbon, həm də ki silisium daxil ola bilir. Bunu da çıxırıq. Qat nitrat turşusu ilə reaksiyaya karbon daxil olur, silisium daxil olmur. Xlorla reaksiyaya karbon daxil ola bilmir, amma silisium olur. Bu da olacaq D variantı. Sonra 19. Natrium sulfit. Suda məhlulun elektrolizində duzun kütlə payının dəyişməsi, suda məhlulun da hidrolizində mühit. Demək, hidroliz zəif mühiti qüvvətli olan təyin eləyir. Bizim də qüvvətli olan tərəf natriuma aiddir. Yəni, mühit olacaq qələvi mühit hidrolizində. Y olur qələvi mühit. İndi, suda məhlulun elektrolizində duzun kütlə payının dəyişməsi. Natrium sulfitin elektrolizi zamanı burada duz olduğu kimi qalır, amma su parçalanır. Su parçalanır, yəni suyun kütləsi azalır. Əgər suyun kütləsi azalarsa, o zaman orada duzun kütlə payı artar. X də olacaq, artar. Olacaq C variantı 19-da. 20. Mislə reaksiyaya daxil olan maddə S. Yəni, mis plus S alınır. Kuprum S demək. Kükürdün kütləsi M qramdır. Reaksiya sərf olunan misin kütləsi X.
32, 64. X-i tapmalıyıq. 64 m böl 32. Bu da olacaq 2m. 20-də C variantı. 21. Demək, X polimeri polimerləşməklə alınır və elementar halqasında da oksigen atomu var. Lafsan lifi polikondensləşməklə alınır. Polimetil metakrilat bu polimerləşməklə alınır. Həmçinin tərkibində də oksigen atomu var. Bunun quruluşunu da çəkib baxsaq. Polimetil metakrilat. CH3 COO CH3. Görürük ki, burada oksigen atomu var. Elə uyğun gələcək B variantı. Məsələn, C variantında neylon lifi polikondensləşməklə alınır. Divinil kauçuku bu polimerləşməklə alınır, amma elementar halqasında oksigen atomu yoxdur. Teflon da həmçinin polimerləşməklə alınır, amma tərkibində oksigen atomu yoxdur. Ona görə B variantı olacaq 21. Sonra 22. Alken. CnH2n. Molekulda sp3 hibrid orbitalların sayı. Bilirik ki, alkenlərdə 2 karbon sp2-dir. Onda n-in yerdə qalan n-2'si olur sp3. Bu sp3 4 deməkdir. 4'ü vururuq n-ə 4n-8. Bu bərabərdir a-ya. Sigma rabitələrin sayısı açıq quruluşlu maddələrdə ümumi atom sayından bir vahid əksik, yəni 3n-1 bərabərdir a plus 3. İndi a-nın qiymətini gətirib yerinə yazırıq. 3n-1 bərabərdir 4n-8 plus 3. Buradan da n bərabər olacaq 4'ə. Daha sonra X H-xlorla reaksiya daxil olur. X-in molekulunda da 3 ədəd birli karbonu var. Biz ilk olaraq alkenin quruluşunu çəkək. Orada deyir ki, 3 dənə birli karbon atom var. Onda quruluşu elə çəkməliyik ki, orada 3 dənə birli atom olsun. Bu formada yazsaq olur. Kənardakı CH, 2CH3, bir də CH2 olur birli karbon atomu, ortadakı olur üçlü. 3 dənə birlisi var. H-xlorla reaksiyaya daxil olur. Markovnikov qaydası üzrə. Hidrogeni çox olana 2 qat rabitə yanında, yəni bura. Halogen isə hidrogeni az olana, yəni bura gələcək. CH3 burada var da, burada xlor gəlir. CH3. İndi bunun adını oxumalıyıq. 1, 2, 3. 2 xlor, 2 metil, propan olacaq B variantı. 23. X2 müsbət ionudur. Protonun sayı n-dir. Elektron sayı 28'ə bərabərdir. Elektron tapanda elektron bərabərdir. Proton, yəni n-2. Bu bərabərdir 28. Onda n də bərabər olur 30'a. Tapdıq ki, protonu 30 imiş. Neutron sayı isə n plus 5'dir. Neutronu 30'dur. Daha doğrusu protonu biz tapmışıq 30. Yəni n'in qiymətini. Üzərində 5 gəlsə bu 35 dənə də neutron var. Nisbi atom kütləsi də protonla neutronun cəminə bərabərdir. Olacaq 65. Sonra 24. Demək, 290 qram 20%li məhlul var. Bunu tapaq görək nə qədəri duz, nə qədəri sudur. 58 qramı duz, 290 çıx 58, 232 qramı da sudur. Sonra görürük ki, bu 50 qram suyu buxarlandırılır. Yəni sudan 50 qram çıxırıq. Bu zamanda sıxlığı 1,2 qram böl millilitr olan x millilitr məhlul alınır. Demək, alınan məhlulumuzun tərkibində 58 qram duz olacaq. Çünki buxarlanan sudan buxarlandığı üçün duz olduğu kimi qalır. 232-dən 50 çıxsaq. Qalır 182 qram su. Şimdi alınan məhlulumuz 58 qram duz, 182 qram sudan ibarətdir. Yəni ümumi məhlulun kütləsi olacaq 240. İndi biz məhlulun həcmini tapmalıyıq. V bərabərdir m böl rho. Məhlulun kütləsi 240-dır. Sıxlığı da 1/2-dir. 240-ı bölürük 1/2, bu deyilir 200 millilitr. 25.
İkili butil radikalı ilə amin qrupunun birləşməsindən alınan maddə üçün hansı ifadələr doğrudur? İkili butil radikalı yazaq. Burada amin qrupu birləşir. Hidrogenləri də tamamlasaq. Molekulunda 11 polyar kovalent rabitə var. Polyar kovalent rabitələrin sayı hidrogenlərin sayı, yəni 3, 5, 6, 9, ikisi də burada 11. Bir də burada karbonla azotun arasındadır. Bir dənəsi var. Elədi 12. Bir uyğun gəlmir. Sonra ikinci. İkinci karbon atomunun oksijeşmə dərəcəsi 0-dır. Biz nömrələnməni aparsaq NH2 yaxın tərəfdən. Bu karbonu, ikinci karbon atomunu. Buna birləşənlərlə bir yerdə yazdıq bura. Karbona yazaq X, hidrogen müsbət 1, azot mənfi 3, hidrogen müsbət 1. Hər elementin oksijeşmə dərəcəsini vururuq indeksinə, cəbri cəmi 0-a bərabər eləyirik. Buradan da X bərabər olacaq 0. 2 doğrudur. Sonra 3. Trimetil aminin izomeridir. Demək, bir-biri ilə izomer olması üçün karbon sayıları bərabər olmalıdır. Trimetil amini biz yazırıq bu formada. CH3, CH3, CH3. Yəni burada 3 dənə karbon atom var. Burada isə 4 karbon atom var. Ona görə bunlar bir-biri ilə izomer olmurlar. Sonra 4. Molekulunda bir asimetrik karbon atomu var. Asimetrik karbon atomu karbona deyilir ki, bir karbona 4 tərəfdən müxtəlif radikallar birləşmiş olsun. Biz də baxıb onu bu karbonda görürük ki, ona bir tərəfdən hidrogen, bir tərəfdən NH2, bir tərəfdən metil, bir tərəfdən də etil radikaldır. Yəni 4 tərəfdən müxtəlif radikal birləşib. 4 doğrudur. 2, 4 doğrudur. İndi 5-də. Molekulunda 2 metil qrupu var. Metil yəni CH3-dür. Bir də görürük ki, 1 CH3 burada, biri də burada. 2 dənə metil qrupu var. Doğrudur. Olacaq 2, 4, 5. Sonra 26. Reaksiya tənliyi verilib. X və Y-in qarşılıqlı təsirindən alınıb 2Z və T. X-in ilkin qatılığı 8-dir, Y-inki isə N-dir. Demək, tarazlıq sabiti K bərabərdir 2. 4 mol Z alındıqda tarazlıq yaranır. 4 mol Z alınıb. Bu isə başlanğıca aiddir. Bura sərfə, bu tarazlıq. Biz X ilə Y-in sərf olunanları Z-ə əsasən tapa bilərik. 2X-dən 2Z alınırsa 4-ünə də 4. 8-dən 4 çıxanda 4-ü də qalır bunun tarazlığı. 1-dən 2-sə 4-ünə də 2 dənə Y. Tarazlıq halı olacaq M-2. 2Z-dən 1T alınırsa 4-ündən də alınacaq 2 dənə. İndi tarazlıq sabiti bərabərdir. Məhsulların tarazlıq qatılıqları hasili bölünsün başlanğıc maddələrin tarazlıq qatılıqları hasili. Məhsul tarazlıq qatılığı Z-in 4-dür. Əmsal da üst kimi gəlir. Yəni 4-ün kvadratı. 16. T 2-dir. Aşağıda X 4-ün kvadratı 16. N2 isə M-2. Y isə daha doğrusu M-2 qalır. Buradan hesablasaq 16'lar gedir ixtisara. 2n-4 bərabərdir 2-yə. N də bərabər olacaq 3-ə. Bizdən də elə N-in qiymətini istəyirdi. 27. Keton molekulunda 5 karbon atomu varsa uyğunluğu müəyyən edin. Ketonların ümumi formulu CnH2nO'dur. Yerinə yazsaq olacaq C5H10O. Yəni nisbi molekul kütləsi hesablasaq 60-70. Yəni 60 qram oksigen karbon var. 10 qram hidrogen 70, 16 gəlsə 86. Demək, ketonlarda ilk nümayəndənin tərkibində 3 karbon atomu var. Yəni 3 karbonlu olan birinci nümayəndədirsə, 5 karbonlu olan olacaq 3-cü nümayəndə. Yəni Z bərabər olacaq 3-ə. Sonra doymuş aldehidlərlə də doymuş ketonlar sinif arası izomerdir. 86 olan ketonun formulu C5H10O'dursa, aldehidin də formulu olacaq C5H10O.
Aldehidlərin ilk nümayəndəsi, yəni 5 karbonlu olanı, onun 5-ci nümayəndəsidir. Y bərabər olacaq 5-ə. İndi alkanların da ümumi formulu CnH2 plus 2-dir. 14n plus 2 bərabərdir 86. Buradan da n bərabər olacaq 6-ya. Alkanlarda ilk nümayəndə karbonu 1 olandan başlayırsa, 6-cı nümayəndə də olacaq elə homoloji sırada yeri 6. 1-ə D, 2-yə C, 3-ə də A uyğun gəlir. Sonra situasiya sualları. Natrium asetatının üzərinə natrium hidroksid əlavə edib qızdırdıqda molekulunda sp3 hibrid orbitalı olan X qazı və Y duzu alınır. Demək, natrium asetat CH3, COO, natrium. Natrium hidroksidlə reaksiyaya daxil olur. Buradan alınır CH4 və natrium karbonat. Həqiqətən də bu tərkibində sp3 hibrid orbitalı olan X qazıdır. Bu isə duzdur. Bu oldu birinci reaksiya. Sonra bu duzun xlorid turşusuyla reaksiyasından alınan Z qazından yanğının söndürülməsində istifadə olunur. İkinci reaksiya isə həmin bu alınan duz xlorid turşusuyla reaksiya daxil olur. Alınır natrium xlorid, karbon qazı, su. Buradan alınan karbon qazından yanğın söndürülməsində istifadə olunur. Bunu da əmsallaşdıraq. Bu da oldu ikinci reaksiya. Alınan Z də karbon qazıdır. İndi 28-də bizdən nə istəyir? Z maddəsi kimyəvi formulu oldu. CO2. Beynəlxalq nomenklaturaya əsasən adı isə karbon dioksid olacaq. Sonra 29. Birinci reaksiyanın tənliyini biz burada yazmışıq. Və ayrılan X qazının molekulunda hibrid orbital sayını yazın. X qazı metandır. Metanda bir karbon atomu var. O da sp3 hibrid vəziyyətindədir. Və burada da bu sp3, bir dənə sp3, 4 dənə hibrid deməkdir. Sonra 30. İkinci reaksiya tənliyini yazın, əmsallaşdır. İkinci reaksiyanın tənliyini yazmışdıq. İndi buraya yenidən yazsaq. Natrium karbonat 2 H-xlor alınır. Natrium xlorid, karbon qazı və su. Bu oldu birinci cavab. Bu reaksiya tənliyinə əsasən 2 mol Z qazının alınmasına, 2 mol Z deyir, yəni burada karbon qazına söhbət gedir. Sərf olunan 5 mol bölü litr xlorid turşusu məhlulun həcmini hesablayın. Demək, qatılığı var, həcmi hesablamaq üçün bizə maddə miqdarı lazımdır. Görək nə qədər H-xlor reaksiyaya daxil olur. X. İkisinə də 1. X də bərabər olur 4-ə. İndi biz buradan tapmalıyıq xlorid turşusu məhlulunun həcmini. C bərabərdir nö böl V düsturuna əsasən buradan V-ni tapsaq, V bərabər nö böl C-yə. Nö-nü biz tapdıq ki, H-xlor üçün 4-ə bərabərdir. Qatılığı da 5-ə. 4-ə 5-ə böləndə olacaq 0,8 litr. Amma bu millilitrlə deyir deyə. Minə də vururuq. Deyir 800 millilitr. Bu da olur ikincinin cavabı.